Plan hazırlayında yok. Bismillahirrahmanirrahim. Ha, başla. Demek ben Allah'ın salamları olsun. Aynen plan hazırlayında hazırlaşmadan yadımda değildi neler değilsin. Hatta burada yadıma düştü bayağı. Çalış. Niyetin nedir? Hakkı çatdırma. Allah görmeye başla. Yazda salsın başla. Bakın. Bunu düşmüş ben de bakın. Ha gelir dedi. Ha. Ben ilk diagnozum bu barədə da çəkmərsən. Baş və gəlin oyunlar barədə də veriş çəkmərsən. Mən ilk diagnozum qara rəngdən qorxur olub. Onu yazan Nadir İsmailov. Həqiqətən mən heç bir qara rəngdən qorxmamışam. Nadir İsmailovu mamam yanına, onun yanına aparmışdılar ondan qabaqçı dəfə. Onda yoxlamışdı məni. İnstitutdan kəsiləndə güya qanı qaraydım. Qanım heç qara da deyildi əslində. Nadir İsmailov məni yoxladı. Medinüsdən kəsdən 1988-ci ildə. Nəysə, Daskana danışmış sonra. Mən bu xasiyyətim elədir də, xırdalığına qədər deyildim. Hə, kömək edim sonra. O yoxladı. Mən daldan durdu. Mənə belə qolları belə aç. Açsın mən neynəmədi. Hətta əlimdə kürəyimə vurdu. Sözlə nəsə dedi. Axır ki, nə dedi? Mamama qışqırdı. Dedi, nə istəyirsən də buna? İnstitutdan kəsilib. Mən deyən gülməli deyil ki, belə bir rəqs eləmək deyil, gülməli dedi. Nə dedi? Yəni deyil ki, dedi. Yəni göyə qanın qarı olmalıdır o mənədə. Sonra qara rəngdən qorxur. Diaqnozunu qoyanda o Nadir İsmailovun yanına məni xalamın, Ləqət xalamın əri Sumqayıtda Zəfər Quliyevdir. İndi rəhmətə gedib. Demək istəmirəm, amma istəmirəm deməyəcəm də. Gör olub da demək istəmirəm. Niyə? Çünki mənim kör bağırsağımı da operasiya eləmişdi. Nəysə, yəni yaşlılığı keçdi də. Amma nəysə, anamcan ailəsində başçı o dağıtdı. Nəysə, o paxıl Zəfər İsmailovdur, yoxsa nə idi? Zəfər Quliyev, hə. Nadir İsmailovun nə idi? Mənə sən bilirsən, cübə niyə deyirsən ki, Zəfər İsmailov? Diqqəti toplamağa çalış, bilək ki, başla. Davam elə yaxşı. Səhv axtaran yaxşı. Yox, səhv axtarmıyorum. Düzünü deməyə cəhdlisən, ona görə davam elə. Olmaz ki, plan hazır, yox, elə belə çək. Sonra bəlalə deyil, başa düşürmür, uzatmamağa çalışdı. O Zəfər Quliyev məni bu kimi 2 nömrəliyə düşdün. Evdən gəlib Allah'da apardılar. Mamam salmaq istəyib səni. Çünki sən nə demişdin? Mamamdan soruşdum ki, biraz pis soruşdum. Biraz kobuz soruşdum ki, mənim paçukama kim o qara şeyi qoya bilər. Mamam da bizdən evdən götürürdü o sözü deyəndə sən neynədir? Qaçdı. Sonra birazdan qapı döyüldü. Allahdılar mənə apardılar, güya mamamın ürəyə keçir küsədə, güya mamamın son sözlərini yardımına gedir. Mamam güya çağırır, mən də getdim. Boşun mamam səni təhvil verdi, oraya çıxdı. Sonra mamam qorxmuşdu, sən onun fasını çoxu soruşanda. Mən də cinlərlə şeyləri məcbur elədi. Niyə? Məsələn, mənim ürəyimə gəldi ki, ürəyimə gəldi ki, mən qabaqdan duranlardım mamamla üzü verir. Niyə? Nə dedim? Dedim ki, dalda durdun onun dalında. Dedim, demə. Nəsə soruşdum ki, qara paçuşka kim qoyur?
qabağında duramam. Elə bir ağırlıq gəldi. Mən dalda durmağa çalışırdım. Yəni, bunu soruşanda bu birdən götürüldü. Sonra qaçdı evdən. Sonra yəni, nəysə onda 3 gün, 3 gecə 2 nömrəli psixiatriyada onun saldığı yerdə 3 gün, 3 gecə mən yemək, su yemədim. Bir içədə. Ondan sonra orada sən dedilər, nə dedilər, onu denəm. Orada da, elə o biri yerlərdə də həmişə kim, onda nə dedi? Sanitarka yaxınlaşdı, dedi ki, başımla belə tutub, gönə söz demirmiş kimi də, belə baxıb demədi. Dedi ki, həm də qorxub ki, soruşalar nə deyir, denə. Mən də ehtiyat edir. Dedi ki, sən anava denir ki, sən buradan aparsın. Sən buralıq deyilsən. Sonra əslində qalında çox oralıq deyil. Düz 60-70% yox. 60-70% sağlam adamlar, bastırılanlardır. Sağlam adamlar da, doğrusu cürəcür şeylər, elmanın sözünü desək, bastırılanlar, nəysə. Sonra mələklərin, sonra cinlərin, nəyə sonra o 60-70% deyir o mələk. Faiz dəyişir. Bir il cebində görəm elədir. O bir il cebində görəm. Demək olar ki, nəysə. O zəbs adlı bölmədə yazmışsan da və insanlara Allahdan başqa, Allah peyğəmbərlərdən başqalarına da zəh göndərir. Sonra cinlərin təsiri, mələklərlə danışmaları, mələklərlə dostluq təsiri yazmışsan. Sonra orada mələklərini deyilən sonra ürəyində vəsvəsə verib ki, əlaqə də yazmışsın. Nəysə o heç sonra çalış qısa olsun deyir. İndi axırda onu paylaşırım, zəf sazlı bölmədə. Niyə də paylaşmışsan da, biraz çevirsələr görəcəklər. Ayələr yığmışsan orada, araşdırsınlar. Onları başa düşmədən dünyanı, adam özünü dərk edə bilməz. Sonra orada 3 gün gecə yemədin, içmədin. Sonra mən orada Roza xalam, nəsə Elşad, yaxşı qardaşın Elşad, sonra mama, sonra bir də Cəfər. Cəfər Quliyev, bu xalanın əri. Cərrah deyir, özü. Cərrah idi, məşhur cərrah idi, Sumqayıtda. Ordubaddan sonra bu ürəyimi gətirir ki, deyim, Aralı idi. Kəndlərinin adını deyim, sən də deməməyə çalışdı və şiddət sözlər deyil. Bir video və ki, su açmasın, uzatılmaq istəyirən söhbətdən. Ürəyimi gələn deməyim, yaxşı. Yadıma düşmüşkən bir sözdə deyim, onu sonra deyərsin. Yaxşı demək istəyirəm. Bu, mən mamamın xalası oğlu Etibardır, İbrahimova, sonra sonra hamısına bir-bir deyirdim ki, dinlər təsir edir, mələklər təsir edir ki, ayrılsınlar. Sonra mən danışıram mələklə deyirdim, sonra hamısını deməməyə çalışdı, qısa. O dedi, qulaq asır, sənlə söhbət edən əslində oldu, o birlər qulaq asırdı, Allah şəfa versin deyirlər. Sonra Etibar dedi ki, doğrudan adamın İçində də elə bir şey olur, adam danışır, dedim, nədir axı o? Dedim, yaxşı, səncə nədir? Dedi, o adam məncə iç səsidir. Dedim, adam iç səsi olur, adam çalası var içində, səsə, nə səs? Çalas danışar, orada nə var? İç səsi deyil, o dedim, cinlər mələkdir, sonra yaşından keçdi, sonra. Məsələn, o Ziyafət xalanın ailəsində də, onun Etibarın bacısı Ziyafət İbrahimova, onun ailəsində də, mən dəli demirəm olar, çünki mən başa düşürəm olar. Onun ailəsində nə demək istəyirəm?
nəysə, psixologiyası təmiz pozulmuşlar demirəm. Axır ki, nə var? Onlarda da cinlər dəhşət təsir edir. Belə Zərfət xala, məsələn, mənə deyir ki, özün demə təkcə, qızların yox, nəvəsin yox, özün demə. Məsələn, demiş ki, mən deyirdi, bir gecə yatamıram ki, ikinci gecə cəmi 3 saat yatıram, yox, yatanda sevinirəm. Hər dəfə də zəncəli soruşanda, mən də maraqlanırdım da, niyə mənə? Çünki deyirlər, çox yat, mən də fikirləşir, bunun xoşum gəldi onun yatmamağına. Yuxu barədə yer gəlmişəm, ayələr paylaşmışam, Nəsrova sevinç. Necə, Allah hamını arzularını çatdırsın, qara çərçivənin içində yumru. Burada videolar var, aşağıda video var daha doğrusu. Orada vacib sözüm var, o vacib sözü nədir istəyən baxar, ayələrlə bağlı. Yuxu barədə ayələr var, hə? Quranda. 8 saat yatmaq yalan sözdür, Allah Taala buyurur. İstəyən o videoya baxar, sonra nə qədər yatmaq lazım, sonra demək, istəyən baxar. Allah hamını gözəl arzularını çatdırsın, yardımcısını, qurğun üçün. Özün başın çıxmır da videoda. Ancaq bir dənə elədi sonra. Etibar dedi, iç səsidir. Dedim, nəysə, sonra qayıtçım, dedim, içsə səs olar. O da qayıtçı, doğrudan bəs nədir o? Adamda elə bir şey olur deyil. Nəysə, sonra sən ona başlayalım ki, dinlərdir, ya mələklərdir. Videoda nə var bir də? Burada vəsvəsə və qurtuluş çarələri adlı bu Əhmədova da paylaşmışım. Bir də Nəsrova. Nəysə də, yox, mələk deyimsə də, yaxşı deməm. Nəsrova Sevinç adlı kanalı da var. Bildiyi, onu orada kruqa baxan biləcək. Sonra yumruya baxan deyəcək. Sonra ürəyə vəsvəsə gəl, dayanmadan. Deməli, bu belə ki, bu etibar taktika işlədəndir. Məsəl üçün, etibar nəslimizdə ən sakit görünsə də, onun özünə cinlər təsir edir, Aysel deyil. Məmnun olmağa çalışırsa da, əslində cinlərə qulluq edir. Məsəl üçün, o, mənim daimi də çox pis, münasibət eləmişdi, sonra onu evdə söhbət elədik, qanımız qara vəziyyətdə, sonra mənim özümə də, mən o 2 dəfə söymüşəm, amma ağır söyüş yox. Yəni, köpək oğlu, nəsə demişsən, azboy vermişsən, bəlkə də zəng eləmişsən. Çünki onlar sənlə münasibət edir deyən o bir qohumlar. O bir qohumlar eləmirdi, edirdi. Axır ki, sən bunlardan yapışmışsın. Niyə? Çünki bunlar namaz qılanıydılar. Mələt xalan uşaqları. Mən onlar kim? Nərgiz xala, Zərfət xala, etibar. Onlara çox zəng edirdim. Sən də namaz qılanlardan yapışırsan, amma elə namaz qılan səncə düzgündür o hərəkətlər. Neyini? Nə deyir? O cinlərə qulluq edir, elə bir hiləgərlik də belə edir və taktika işlətmək lazımdır deyə mənə ağıl verdi. Nəysə, bundan qıtardı. Sonra ürəyinə gələni qıtardıq da, cinlərin ona öyrətdiyi taktikaları onu bir hörmət elədi. Sonra, nəysə, sonra, məsələn, Zərfət xala mənim patuşkama qoymuşdu o qara şeyi, cadı eləmişdi. Bunu mən, yaxşı, yazda şükürsə deyil. 2 nömrəli balinisadan məni, balinisa deyil, o yer üzünü cəhənnəmdən psixatriyadan 3 gündən sonra məni apardılar Cəfərin maşınında Nadir İsmailovun yanında və Nadir İsmailov məni belə heç bir yoxlamadan, ikinci cəhət o mənə görürdü. Yəni, yoxlamadan Cəfər getdi, danışdı, biz maşında yaşatla gözlədik. Sonra məni apardı, təhvil verdi Cəfər ora. Sən də qoyun kimi gedirdin, nə deyiblər. Sonra heç demirdim ki, getmirəm. İndi kimi deyildim. 40 yaşından elədi, başlamışam polisə verilənən işlərimizi. Nəysə, nə deyirlər? Deyirlər, qadınlar özünü 40 yaşından sonra tanıyır, amma əslində elə 15 yaşında adam var ki, haqqı müdafiə edilir. Nəysə, sorun oldu. Nadir İsmailov mənə
Nəsə neynədi onu demək, boşum yox əməli. Yəni, deyil, uzanır hə, onda söhbət. Hə. Birbaşa bastırdılar da məni. Nəysə, sonra çıxandan sonra neynədin sən? İkinci diaqnozum, yenə Nadir İsmailovun yanına bastırılmışam. Onda ona görə ki, çıxandan sonra birinci dəfə mən evə qayıdanda mama, orada iynələr vururlar ha. Məsələn, mənə pis təsir edirdi. Daha hamısını danışma. Sonra Semaşkada psixatriya vardı. Sonra mən oradan qayıdandan sonra mamama daha kobud daşdım. Hamısını danışma. Sonra mamam da təqsir olurdu. Səni döyürdü. Sən deyirdin döymə. Mən də cavab qaytarırdım. Adamlar da yığdın. Dedim bu belə edir. Mən cavab qaytarırdım. Mamam döyürdü. Axırda o ayağı qaldırında bir gün sən başladın. Sonra o vuranda mən də vururdum. Belə-belə tərcih etmək olar ki. Amma tərcih edə bilmirdi. Ara sıra dəhşət idi mamam. Sonra ələ gedəndən sonra canım tutardı. Onu döyüb mənə. Sonra, amma söymürdü. Yaxşı sonra. Deməli, təhqir edirdim. Nəysə qutardı. Sonra Nadir İsmailov mənə qəbul elədi. İkinci dəfədə Nadir İsmailovun yanına anasını incidir adlı diaqnozla qoydular. Onda nəysə, başqanlarla danışma. Sonra üçüncü dəfə Elman mənə bayıla saldı. Bayılda. Dördüncü dəfədə 2010-cu ildən mən polisə şikayət eləyəndən. O üçün mən qızımla çox yaxşı, nəsə ürəklə gələni başlama. Gözəl günlərimizdə var idi. Nəysə 2010-cu ildə polisə şikayət elədim, sorun oldu. Ondan sonra indiyə qədər bir neçə gün olar gəlmişəm, psixatriyadan. İlk videomda nə var? İlk yox, ikinci videomda nə paylaşmışam? O barədə paylaşmışam, bu axırıncı sən, sonra geçimlə bağlı, sonra da ki, görüm nə idi? Mən demək istəyirəm ki, Ziyafət xalım nətər edib, nə edib? Bəlkə o eləməyib. Yox, mamamdan sonra soruşdum. Bir neçə il qabaq soruşmuşam. Yaxşı ki, ağlını işləyib, sonra soruşmuşsan. Sonra tez belə demirdin də, məhkəmə qurmurdun. Əslində qurmaq lazımdır. Sonra dedim, səncə kim qoyardı onu paduşkaya? Dedi ki, baxıb dedim, bizim evə heç kəs gəlmirdi, özümüz olurduq. Bir Elşadın arvadı Xatirə, bir də Elşadsa, onlar da Elşadla gəlirdi, hamısı bir yerdə gedirdi. Onlar eləyən deyildi, qız vaxtı deyirəm. Sonra o da dedi ki, bir dəfə cəmi dedi, mən Nərgiz xala qalan yeri, harada qalırdı, saatın altında babamın evi, nəysə sonra. Dedi, ora deyir, getdim, Nərgiz xalacıya getdim, dedi, Ziyafət onlardaydı. Deyir, mənə də yuxu tuturdu, yatdım. Mənə da tez-tez yuxu aparırdı, nəsə, cinlər yatdı. Sonra, indi amma elə deyir, şükür Allah. Sonra, ürəkdə nə gəlsir, onu denə. O, mənə deyir, mən yuxu pişirirəm, mən 20 saat yatıram, nəysə, onlar demə sonra. O dedi ki, Ziyafət mənə deyir, orada dedi ki, açarınızı ver, mən gedim sizin evinizə, mənim nə qoyacam, gələcəm. Mənə da elə net deməyib də, qohumu hamıyla yaxşı idi, amma evdə zərur edirsən. Nəysə, şükür Allah'ın münasibətimiz yaxşıdır, sonsuz şükürlər olsun. Sonra, hoşuma yalanlar danışırdı, yəni neyiniz, ona görə münasibət pis olur. Onu dinlər dəyirdə. Bu Ziyafət xala bizim evimizə bildik. Sonra Ziyafət nə dedi? Sən özün də araşdırdın. Neçə ildən, 20 ildən sonra zəng elədin. Ziyafət xalaya dedi. Nə dedin? O dedim ki, mamam deyib ki, mən soruşanda
Belə dedi, sən qoymuşsan bizim evdə, mənim padişkama nəsə. O nə dedi? Dedim padişkamdan deyərsən ondan sonra nə dedi? Mən onu deyəndə demədi də ona sözü. Yox, qoymamışam. Hə, neynədi, nə dedi? Dedi, can bala, səsli belə pisirdi. Can bala, sən 20 ildir ürəyində belə şey gəzdirmişsin. Necə saxlamışsan, dedi. Hə, sonra dedi ki, bu gün necə dedi, yadımdan çıxdı. Beynim dincəlir. Beynimdə dincəlmə gedir. Dincəldim. Hə, sonra dedi ki, mən qoymamışam demədi ki, mən bilmirəm, hə, dedi, bilmirəm, yadımdan çıxır. Axı, mən niyə qoyum ki, bilmirəm, vallahi yadımdan çıxır, mən niyə qoyum ki, verirlədi, hə. Mən aydın et, çox qoyub. Mamam da gizləyib, ziyafət də sizə nə gəzirdi, sizə başqa adam girib çıxmır. Mən də o nə qoyub çıxıb, neyib, mamam da maraqlamır, nəyə gedirsən bizim evi. Nə var idi, padişka nə vəziyyətdəydi. Evi mən yatırdım, gördüm ki, da elçinin zirəri demə nəysə, sonra bu birlikdə nə üstünə qoyulacaqdım, sonra padişkada başımı götürürdüm. Gördüm ki, yox, padişka mənə çəkir. Təzəndən bir də başımı götürürdüm. Nələ? Seyir cadu var. Ay sağ ol. Quranda da var o. Ayənin nömrəsini deyəmirəm. Nəysə, sonra Harut Marut adlı mələklərdir. Onlar nəysə, sonra o ayənin nömrəsini sonra yazarsan burada adına. Yaxşı, inşallah onu tapsın. Bəlkə taparsan sonra. Dedim, Bəqərə surəsində. Sonra tapanmasam. Sonra tapanmasın özləri oxusunlar da. Quran bir kitab da oxuya bilmirlər. Necə cənnət hazır olur. Nə yazar ki? Bir söz var. Deyirsən, səcdəyə aparmayan baş cənnətə necə aparsın? Demək, o caduydu qoymuşlar. Çünki mən padişkamın içinə o nə niyyətlə qoyurlar ki, necə də pişmişlər. Zavatçıqı ordulardan onu vermağından almışdıq. Zavatçıqı, yəni bildik, Zavatçıqı padişka idi, sifəti deyilməz, rəngi də hamısı yadında ipək kimi idi, üzü. Nəsə, onun, gördüm, fikirləşdim, 2 gün mən yerində qaldım, başımı qaldırırdım, təzdən padişka mənə dərkədir. Təzdən şeylərdim, nədən aldım? Dincəlmə getdi. Təzdən axırıncı dəfə dedim, bəlkə padişkadan nəsə var, nədir bu? Əlimlə padişkanı belə yoxlayanda gördüm padişkanında bir bərk şey var içində. Sonra padişkanın üzünü çıxartdım da, nalışkanı çıxartdım, sonra gördüm ki, bu padişkanı belə əl tikişi ilə nə tərkiblərsə elə bir ki, ziyafət ona qarmaqarışıq tez tikib, qoyub getmişdi. Mən də ondan başqa üçün, mamam eləsəydi, mamam sərvəylə tikərdi. Mamam sərvəyə tikir. Ziyafət də sərvəyə tikirsə, həyəcandan elə tikmişdi. Sonra qarmaqarışıq elə bir, sanki 5 yaşında uşaq tikir, onu da 5 yaşında uşaq tikə bilmir. Nəysə, sonra oranı söktüm, o tikişi. Götürdüm orada, gördüm belə qara, 10 santimetrliyində qara rezin kimi şeydi. Rezin deyildi ama nəysə. Ondan sonra mamamdan soruşmuşdum da ki, bu nəysə. Sonra mələk, o heç dedikdə onda, istəyən o ayələri araşdırsınlar da, yaxşı, axırıncı paylaşır. Zəb adlı bölmədə kanalında, inşallah, indi paylaşaram axırıncı. Zapsi yazılmırsa da bəzən başqa söz yazılır. Məsələn, videolar,
nə bilim playlistlər, sonra shorts-lə nə yazılır. Məsələn, mənim kompüterimdə o dildədir, zapisi yazılır. Lalənin kompüterində başqa dildədir. Dedim axırıncını bastı, başqa sözdür, yəni nə olur? Açılır o. Bu həmən ayələr, vacib ayələr, başqaları da var. Allah canınızı sağ eləsin. Deyirəm, əgər Allah ürəyinizə görə verəcək hər kəsin. Çünki Allahımız Quranda buyurur ki, siz ürəyinizdə olanları üzə çıxartsanız da, çıxartmasanız da, Allah onlara uyğun sizinlə haqq hesab çəkəcək. Qiyaməti unutmayaq. Allah qurban olmalı. Allah köməyiniz olsun bütün müsəlmanlar. Amin. Ya Allah. Nə istəyirsən? Paylaşım gelin. İnşallah. Sağ olun.